Elhamdülillah və salatu və selamu alə Rasulillah. Həmçinin nisbi əvəzliklər də götürək ərəb dilində. Yəni, ərəb dilində nisbi əvəzlik nəyə deyirik? Yəni, hansı ki, hansılar ki, bax bu sözə. Yəni, hərfi tərcümədə hansı ki, hansılar ki olacaq. Amma ədəbi tərcümə eləmək istəsək, də ki, an, bax bu mənada olacaq. Məsələn, masanın üstündəki kitab, yaxud evdən çıxan oğlan. Amma ədəbi tərcüməyə gedib çatmamış, elə onun hansı ki mənasını əzbərləyin, hərfi mənasını elə sizə daha rahat olar. Burada da həm cinsə görə, həm sayəyə görə dəyişəcək. Deməli, kişi cinsi üçün əlləzi deyirik. Deməli, hansı ki, əlləzin. Cəmdə də əlləzinə, hansılar ki. Qadın cinsi üçün əlləti, hansı ki, cəmdə də əlləti, hansılar ki. Misallar baxaq. Ər-rəculul-ləzi, yəni kişi hansı ki və cümlənin davamı olacaq. Ər-ricalul-ləzinə, kişilər hansı ki, məsəl cümlənin davamı. Yəni, o cümlənin davamını niyə yazmamışam? Çünki əslində biz hələ ona uyğun söz ehtiyacımız yoxdur. Əl-muslimətul-ləti, müsəlman qadın hansı ki, sonra cümlənin davamı. Əl-muslimətul-ləti, yəni müsəlman qadınlar hansı ki və cümlənin davamı olacaq. Yəni, burada da yenə onu qeyd eləməliyik ki, əgər bizdə düşünməyən varlıqdan söhbət gedirsə, onun cəmində yenə qadın cinsinin təki kimi müraciət edirik ona. Əl-kutub, əlləti, kitablar hansı ki, əl-məsəcidul-ləti, məscidlər hansı ki və cümlənin davamı. Yəni, bu sözləri sadəcə əzbərləmək lazımdır. Bu mərhələdə həm işarə əvəzliklərini, həm bax bu nisbi əvəzlikləri əzbərləmək lazımdır.